Bağırsaq polipləri xərçəngə çevrilə bilər. Bəli, bağırsaq polipləri xərçəngə çevrilə bilər, lakin hər polip yox. Bağırsaq polipləri xoş xassəli və bəd xassəli olur. Sayından, xüsusiyyətlərindən, ölçüsündən asılı olaraq xərçəngə keçmə riski var. Ümumiyyətlə, xoş xassəli bağırsaq poliplərini endoskop vasitəsilə götürdükdən sonra bunlar bir daha yaranmır və birdəfəlik xəstəlik sağalır. Lakin bəd xassəli hüceyrələr aşkarlanarsa, xərçəng hüceyrələri polipdə varsa, bu zaman 3 ildən 5 ilə qədər müddətdə mütləq şəkildə həmin poliplər endoskop vasitəsilə izlənməlidir. Çünki həmin poliplərin əsl xərçəng şişinə keçmə ehtimalları vardır. Poliplər aşkarlandıqda ölçüsü böyük, endoskop vasitəsilə götürülməyən ölçüdə olduqda isə mütləq şəkildə cərrahi əməliyyatla həmin bağırsaq hissəsi kəsilməlidir və cərrahi əməliyyat olunmalıdır. Həkimə vaxtında müraciət etsəniz, bağırsaq poliplərindən sizə heç vaxt ziyan gəlməz. Sağ olun, sağ olun.